Azərbaycan süfrəsi deyəndə ilk ağla gələnlərdən biri də çay süfrəsidir. Çay bizim üçün həm də qonaqpərvərliyin, səmimiyyətin, ənənənin rəmzidir. Samovarın buxarı, zərif stəkan-altılar və anaların öz əlləri ilə hazırladığı ləzzətli mürəbbələr. Bütün bunlar birləşərək Azərbaycan çay süfrəsi adlı gözəl bir mənzərə yaradır. Bu ənənənin ayrılmaz hissəsi isə armudu stəkandır. Çay məhz bu stəkanda süzüldükdə öz dadını və ətrini daha yaxşı qoruyur. Armudu stəkanın xüsusi forması onun uzun müddət ideal temperaturda qalmasına kömək edir. Onun yuxarı hissəsi daha geniş olduğu üçün çay burada nisbətən tez soyuyur. Aşağı hissədə isə öz istiliyini daha uzun müddət saxlayır. O çayın insan orqanizmi üçün uyğun miqdarda və ideal temperaturda qəbul edilməsini təmin edəcək şəkildə hesablanıb. Armudu stəkanın həcmi də təsadüfi seçilməyib. Elə buna görə də xalq arasında belə bir deyim formalaşıb: çay armudu stəkanda içilər.